nəzəriyyəsi uzun illərdir istifadə olunur və hələ də aktuallığını qoruyub saxlayır. Çünki çox əhəmiyyətli bir nəzəriyyədir. İki adla qarşınıza çıxa bilər testlərdə. 1. Sosial inkişaf nəzəriyyəsi. 2. Yaxın inkişaf zonası nəzəriyyəsi. Baş hərfləri ilə YIZ də yazılır bu. YIZ. Yaxın inkişaf zonası. Bəli. Lev Vygotsky'yə görə öyrənmədə ünsiyyətin rolu əvəz edilməzdir. Yəni, o öyrənmə prosesində əsasən nəyi götürür? Ünsiyyəti. Deyir, şagirdlər, uşaqlar yəni ünsiyyət quraraq, yəni diyaloqa girərək, əməkdaşlıq edərək, özündən daha təcrübəli, başqalarının köməkliyi ilə öyrənirlər. Məsələn, bundan əvvəlki alim Jean Piaget, o əksinə düşünür. Piaget düşünür ki, uşaqlar daha çox özləri araşdırarkən, kəşf edərkən öyrənirlər. Onlara kimisə köməkliyi, yəni ehtiyac deyil. Amma Vygotsky əksinə düşünür, o deyir, ünsiyyətin rolu əvəz edilməzdir. Yəni, uşaq ünsiyyət quraraq öyrənəcək və dilin rolunu maksimal görür Vygotsky. Deyir, dilin rolu öyrənmədə maksimaldır, yəni çoxdur, daha əhəmiyyətlidir. Lev Vygotsky nəzəriyyəsində əsas bizim diqqət yetirəcəyimiz məqamlar hansılardır? Yenə də onun həyat və yaradıcılığını sadəcə oxuyacaqsınız. Əsas lazım olan nəzəriyyənin mahiyyətidir. Birinci sizə Vygotsky'nin irəli sürdüyü strategiyalardan danışım. Sonra Piaget'in oxşar fərqli tərəflərinə baxaraq. Lev Vygotsky nəzəriyyəsində əsas məsələ yaxın inkişaf zonasıdır. Bir də scaffolding strategiyasıdır. Baxın, yaxın inkişaf zonası nədir? Yaxın inkişaf zonası ən aktiv və aktual öyrənmə zonasıdır, yəni. Yaxın inkişaf zonası. Burada, baxın, şagird bir problemlə qarşılaşır və o problemi həll edib bitirənə qədər gedən bütün dövr adlanır nə? Yaxın inkişaf zonası. Yəni, misal üçün deyək, bir problem çıxdı onun qarşısına, bu problemi həll edib bitirənə qədər gedən bütün bir məsafə yaxın inkişaf zonasıdır. Məsələn, deyək, bir tapşırıq çıxdı qarşısına. Çətində həll edə bilmir. Həll edə bilməyəndə müəllim nə edir? Ona gəlir, müvəqqəti dəstək göstərir. Əgər şagirdin yerinə müəllim özü həll eləsə, bu scaffoldingi pozar, yəni yaxın inkişaf zonasına ziddir. Müəllim nə etməlidir? Müvəqqəti dəstək göstərməlidir. Yəni, müəyyən yerə qədər şagirdə dəstək verəcək, şagird özü onu öyrənib sərbəst edə bildikdən sonra sərbəst buraxacaq şagirdi ki, özü nə etsin? Həmin qarşısına çıxan problemi həll eləsin. Əgər şagird problemi həll edib, gəlib, çatırsa bura, yəni, sonda problemi həll edə bilirsə, deməli, yaxın inkişaf zonası artıq burada tamamlanır. Şagirdin hal-hazırda bacardığı və bacarmadığı zona arasındakı bir məsafədir yaxın inkişaf zonası. Öyrənmək istəyir və aktiv öyrənmə dövrüdür. Ən aktiv öyrənmə dövrü yaxın inkişaf zonasıdır. Yadınıza gəlir, qrup işlərini keçəndə. Orada demişdik ki, qrup işi nə edir? Yaxın inkişaf zonasını gücləndirir, inkişaf etdirir. Düzdür? Bəli. Belə, yaxın inkişaf zonası daxilində müəllim şagirdlərə müvəqqəti dəstək göstərir. Bu müvəqqəti dəstək də adlanır scaffolding. Scaffolding müvəqqəti dəstək deməkdir. Müvəqqəti körpü rolunu oynayır burada müəllim. Görürsünüz, deyir müvəqqəti. Yəni, bu söz əbəs yer işləmir ki, elə deyərdi ki, misal üçün, kömək eləmək deyərdi birbaşa. Müvəqqəti kömək deyir. Bu, hər yerdə belədir, həyatımızda da belədir. Nə etmək lazımdır? Məsələn, valideyn övladına müvəqqəti kömək göstərməlidir, daimi yox. Məsələn, bir işi bacarmırsa, ona müəyyən yerə qədər dəstək verməlidir. Sonra artıq özü nə etməlidir? Özü, şagird onu tək başına icra eləməlidir. Amma bir çox hallarda nə edir valideyn? Həmişə uşağın yerinə özü eləyir. Ölənə kimi həmişə nə edir? Ona qulluq göstərir. Komfort zonada saxlayır adamı. O da sabah komfort zonadan çıxandan sonra özünü idarə eləyə bilmir, özünü tapa bilmir, qərarlarını qəbul edə bilmir, problemlərini həll edə bilmir. Həmişə kimdənsə kömək gözləyir və nəticədə nə olur? Asılı bir insana çevrilir. Əslində valideyn düşünür ki, bununla yaxşılıq edir övladına, amma əksinə nə edir? Yaxşılıq eləmir, pislik etmiş olur. Ən gözəli nədir? Ona müvəqqəti dəstək ver, özü nə etsin? Əziyyət çəksin. Əziyyət çəksin, öyrənsin.
Çünki bu zaman daha yaxşı şəkildə o insan neyinir? Möhkəmlənir, öyrənir. Amma sən onu həmişə qucağına alıb aparacaqsansa bir yerə, o öyrənməyəcək orada artıq. Yəni konfort zonada qalacaq və zamanla da onu öyrəşəcək. Yəni insan belədir. Düşdüyü mühitə öyrəşir, düzdür? Uşaq dünyaya gəlir, ailədə necə bir mühit formalaşırsa, ona da öyrəşir. Məsələn, uşağı hər gün məktəbə getsin deyə aparırlar mağazinə. Hər məktəbdən çıxanda. Çoxlu ayın önündən alır. Nə bilim, oradan abur-cubur deyirlər, uşaqlar. Onlardan alır çoxlu. Sırf o artıq onun o xarakterini söylər artıq. Uşaq gedir məktəbə, onu aparmayanda mağazinə başlayır ağlamağa. Aparmasalar getmir. Yəni bu necə bir mühit görürsə uşaq, ona da uyğunlaşır. İnsan da elədir. Gedirsən bir qrupa düşürsən, baxırsan mühitə, ona uyğun davranırsan. Ona görə də Vygotsky deyir ki, müvəqqəti dəstək göstərin. Baxın, bu şəkildə olduğu kimi. Baxın, burada birinci zonaya baxın. Bu kimdir? Uşaq. Uşaq hal-hazırda hardadır? Çayın kənarında. Suyun içində olsa boğulardı. Çayın kənarındadır. Bura qədər gəlib çatıb özü sərbəst şəkildə. Yəni yeməkliyib, nə bilim, necəsə gəlib çatıb. Ya kimsə gətirib qoyub çatıbdır. Amma gəldi artıq burada nə ilə qarşılaşdı? Problemlə, çətinliklə üzləşdi. Halbuki bu tərəfə keçə bilmir artıq bu uşaq. Keçə bilmirsə deməli nə olmalıdır? Keçə bilmirsə deməli kimsə ona müvəqqəti dəstək göstərməlidir. Müvəqqəti dəstək göstərilməsə nə olacaq? Yəni bu olacaq. Deməli kimsə müvəqqəti dəstək göstərməlidir. Zona 2-də baxın, özündən təcrübəli daha başqa biri, valideyni də ola bilər, müəllimi də ola bilər, ona nə edir? Əlindən tutub üzməyi öyrədir, düzdür? Üzməyi öyrədir. Görürsünüz, əgər bunu götürüb qucağında bu tərəfə qoysaydı, onda pozardı, skafolding yox idi orada. Amma o ona üzməyi öyrədir. Əlindən tutub üzməyi öyrədir. Və burada görürsünüz, vəsə görmürdünüz, indi görəcəksiniz. Burada artıq böyüyübdür, öyrənibdir. Özü sərbəst neyinir? Üzməyi bacarır. Görməyəcəksiniz, bəli. Üzməyi bacarır. Çünki artıq ona müvəqqəti dəstək oldu. Özü üzür və çayın digər kənarına gedir, keçir. Bu artıq olur nə? Scaffolding strategiyası və yaxın inkişaf zonası tamamlandı, öyrəndi. Yəni əgər yenə deyirəm qucağına alıb o bir tərəfə qoysaydı və özü onun yerinə üzüb getsəydi, aparsaydı bu scaffolding olmayacaqdı. Dərs prosesində də eyni ilə. Şagird nəyisə başa düşmürsə, müəllim onun yerinə özü birbaşa həll eləyirsə tapşırığı, deyirsə ki, bunun cavabı budur. Bu scaffolding deyil, yaxın inkişaf zonasının tələbi pozulur və orada effektiv öyrənmə baş verə bilməz. Əgər şagird səhv eləyibsə, müəllim nə edə bilər? Sizcə? Baxın, yol göstərə bilər, istiqamət verə bilər. Əlavə bir nümunə tapşırıq işləyə bilər onun üçün ki, bax, bu tapşırığın eynisidir. Sonra özü həmin tapşırığı həll eləsin, yəni. Həmin tapşırıq, oxşar bir nümunə tapşırıq işləyirik ki, özü sonra həll eləyə bilsin onu. Bu tipdə müxtəlif yollarla ona köməklik eləyə bilərik. Amma müvəqqəti köməklik eləyirik. Daha onun yerinə işi həll eləmirik. Bu olur yaxın inkişaf zonası və scaffolding. Artıq şagird üzməyi bacardı, gəldi çatdı çayın bu kənarına. Buradan aktual inkişaf zonası başlayır. Aktual. Yəni artıq öyrənilib bitirilən bir dövr aktual inkişaf zonası adlanır. Yaxın inkişaf zonası amma öyrənmə dövrüdür. O problemi həll edənə qədər olan dövr zona yaxın inkişaf zonasıdır. Orada istifadə olunan strategiya, müvəqqəti dəstək isə scaffoldingdir. Scaffoldinglə yaxın inkişaf zonasını qarışdırmayın. İkisi eyni anlayış deyil. Yaxın inkişaf zonası ümumi bütün bu gedən prosesdir. Scaffolding amma müvəqqətidir, strategiyadır. Yaxın inkişaf zonası strategiya deyil amma. Zonadır, dövrdür. Strategiya deyirsə o scaffoldingdir. Artıq problem həll olundu, öyrəndi şagird. Oradan başlayır aktual inkişaf zonası. Yəni yaxın inkişaf zonası tamamlananda aktual inkişaf zonası başlayır və sona qədər də davam edir aktual. Belə, bu Vygotsky'nin nəzəriyyəsinin əsas xüsusiyyəti budur. Yaxın inkişaf zonası və scaffolding. Burada scaffolding ilə bağlı nümunələr verilib. Onlara da mütləq baxarsınız. Misal üçün scaffolding ilə bağlı bir neçəsini deyim sizə.
Əgər müəllim dərsin əvvəlində şagirdlərə dərsin təlim nəticəsini, qiymətləndirmə meyarını elan edirsə, bu özü bir scaffoldingdir. Yəni, ümumiyyətlə, şagirdlərə əvvəlcədən edilən köməklik, müvəqqəti köməklik scaffoldingdir. Məsələn, çətin bir tapşırıq verir müəllim, əvvəlcədən nə edir? Təlimat verir, nümunələr göstərir, bəli. Bu olur scaffolding, yəni. Onların yerinə özü həll eləmir ki, yox. Sadəcə onlara təlimatlar verir, nümunələr göstərir ki, çətinlik çəkməsinlər. Məsələn, ingilis dilində yeni sözlər keçəcək. Əvvəlcədən onlara hər hansı terminlərin izahını verir, bilmədikləri sözləri öyrədir, sonra mətin verir onlara. Bu şəkildə, yəni, əvvəlcədən çətinlikləri üzə çıxarıb müvəqqəti dəstək göstərmək. Sizcə dərsi tam detallı şəkildə şagirdə izah etmək scaffolding hesab edilirmi? Edilmir. Bəli, yəni biz bir dərsi bütövlükdə, tam şəkildə, detallı şəkildə şagirdə izah ediriksə, bu scaffolding hesab edilmir. Yox, etməməli. Scaffolding deyilsə etməməli təbii ki. Şagird nə etməlidir? Mən dərsin müəyyən hissələrini izah eləməliyəm. Əsas məğzini, yəni anlamalıdır şagird. Özü gedib nə etməlidir? Araşdırmalıdır, oxumalıdır, anlamalıdır. Çünki oxuyub anlama bacarığı inkişaf eləməlidir şagirddə. Oxuyub anlaya bilməyəcəksə, onun problemləri çox olacaq. Oxuyub anlamalıdır, özü dərk eləməlidir. Yəni, müəllim dərsi izahsız da vermir. Bu da yanlış qarşılanır bəzən. Praktikaya gedən müəllimlər deyirlər ki, məktəbdə bizə deyirlər ki, dərsi izah eləməyin. Yanlışdır, izah eləyəcək dərsi yenə də. Amma hər detalına qədər yox. Yəni, belə deyək də 45 dəqiqə nədir ki, biz saat yarım dərs keçirik burada, bilmirik haradan gəlir, haradan gedir, çatdıra bilmirik çox vaxt. 45 dəqiqədə müəllimin bir dərsi də tam detallı izah eləməsi o vaxt çatdırıb nə sual cavabına, nə testinə, nə bilim, vaxt çatdıra bilməz təbii ki, düzdür. Ona görə müəyyən bir hissəyə qədər izah edirik, ümumi məğzini başa salırıq, şagird nə eləsin? Axtarsın, araşdırsın, öyrənsin, müstəqil öyrənsin. Belə, amma dərs izahsız olmur. Dərsin izah etmək istəsi olmalıdır. Belə, müxtəlif strategiya üsulları var, oxuyacaqsınız onları. Bir də Jean Piaget'in zehni inkişafı mərhələləri nəzəriyyəsi. Baxın, Piaget nəzəriyyəsi ilə Vygotsky nəzəriyyəsinin oxşar fərqli tərəfləri nədir? Hər iki alimin nəzəriyyəsinin oxşar tərəfi oyunlarla öyrənmədir. Yox, oyunlar. Oyunlarla öyrənmə ikisində də ortaq cəhətdir. Jean Piaget'ə görə də uşaqlar oyunlar zamanı öyrənirlər, Vygotsky'yə görə də oyunlar zamanı öyrənirlər. Fərqli cəhətləri nədir? Piaget deyir ki, uşaqların zehni inkişafı mərhələlərdə baş verir və 4 mərhələ irəli sürübdür. Baxacaq onlarda birazdan. Vygotsky deyir ki, zehni inkişafın əsasında sosial münasibətlər durur. Gördünüz, Vygotsky'də heç bir mərhələ yoxdur öyrənmədə. Bir dənə yaxın inkişaf sonra scaffolding var. Amma Piaget 4 mərhələyə bölür öyrənməni. Piaget deyir ki, uşağın əvvəlcə zehni inkişafı formalaşır. Sonra öyrənməsi baş verir. Zehni inkişaf birinci, öyrənmə ikinci. Vygotsky'yə görə əksinə. Birinci öyrənir, sonra zehni inkişafı formalaşır. Yəni, öyrəndikcə deyir zehni inkişaf formalaşır. Piaget deyir ki, əksinə. Zehni inkişafı formalaşır, sonra öyrənir. Burada müəyyən ziddiyyətləri var bunların. O da məncə insandan insana dəyişən bir şeydir. Elə insan var ki, bu şəkildə baş verir, elə insan var ki, başqa bir şəkildə baş verir. Yəni, insanlar fərqlidir. Sonra, üçüncü fərqli cəhətləri. Piaget deyir ki, uşağın zehni inkişafı ətraf aləmlə tanışlıq zamanı, onu kəşf etdiyi zamanı baş verir. Piaget nəzəriyyəsinin əsasında araşdıraraq öyrənmə durur. Yəni, uşağın özünün sərbəst araşdırıb öyrənməsi. Vygotsky'yə görə uşağın zehni inkişafı müəllimləri, yoldaşları, dostları, başqaları ilə ünsiyyət zamanı baş verir. Yəni, ünsiyyətlə öyrənmə, sosial inkişaf Vygotsky'dir. Uşağın özünün araşdıraraq öyrənməsi, kəşf eləməsi Jean Piaget'dir. Öyrənmədə dilin rolunu təbii ki, maksimal görən Vygotsky'dir. Dilin rolunu minimal, az görən Jean Piaget'dir. Belə, bu Vygotsky nəzəriyyəsidir. Gəlin Piaget nəzəriyyəsində də qısaca